Axşamınız xeyir olsun. Sözün tek səbin. Axşamınız xeyir Aytən xanım. Sağ olun, biz yaxşıyıq. Siz nə tərsiz? Hə, o keçən həftədən birinci gün bilirdim deyə mən də ona uyğun cədvəl işlədim. Bir günə sabahı biraz yəqin dərsə gedə bilməz. Amma ikinci gün elə tez salaram gələr. Bir də Allah qoysa 5-ci gündə, yəqin 3-cü gündə çıxsa, 5-ci günə salaram gələrsiz. Oldu Ayten xanım, oldu. Yəni biz nə bilmək istirdim. Amil həftədə 3 dəfə gəlir də. 3 dəfə gələcəksə günlərini qabaqcadan deyərsiniz. Yoxsa yəni birinci günü əvəz eləməyəcək, sonra 3-cü, 5-ci. Yəni siz mənə günlərini desəz qabaq günlər 5-ci. Yəni siz mənə günlərini desəz qabaqcadan yaxşı olar. Oldu. Gecəniz xeyrə. Sağ olun, yaxşı olasın. Mən də yaxşıyam. Hə, sabah qeyd eləməyim. Siz mənə günlərini deyin də, hansı günlər salacağımızı 3 günlük. Elə deyin, o günlərə salım. Axşamınız xeyir Səbinə müəllimə. Nə tərsiz? Ballarınız nə? Yaxşı olur təki. Səbinə müəllimə sabahları Amil gələ bilməyəcək deyil. Xəbər vermədik sizə başdan üzürlü sayın. İnşallah sağlıq olsun 3-cü gündən gələr Allah qoysa. Sağ olun Səbinə müəllimə. Sağ olun, yaxşı olasın. Yaxşı olun tək Səbinə müəllimə. Aha Səbinə müəllimə. Plus indi baş qarışır. O da mama dedi ki, yəni Axşamınız xeyir Ayten xanım, nə tərsiz? Sabah Amilin dərsi 15:45-dədir. Aha Səbinə. Sağ olun, yaxşı olasın. Mən də yaxşıyam. İnşallah görüşərik. Salam Ayten xanım, nə tərsiz? Yox, indi xəbər verərsiniz. Çalışıb biraz tez desəz, yaman yaxşı olar ki, mən də ona uyğun cədvəl işlərim. Lap olmaz, məsələn, sabah məktəbə gedər, olmaz 4-5 salaram, elə gələr, elə də eləyə bilər. Siz də axşamı xeyir, Səbinə qadınam. Səbinə nə tərsiz? Səbinə qadınam, sal 4-cü, 5-ci günə Amili. Amma elə ki, ya 4-cü gün, ya 5-ci gün. Mən Amili məktəbə apara bilim də. Məktəbdən direktor şikayət eləyir ki, gətirin. Sabah indi aparacam məktəbə. Ya 4, ya 5, heç olmasa həftədə 2 dəfə apara bilim də qadınam. Вау, не могу поверить, я Мэтцо! Знаешь ли ты, вдоль ночных дорог шла босиком, не жалея ног, сердце его теперь. Хотите узнать свой вокальный диапазон? Почему бы не попробовать StarMaker? С помощью простого теста вы можете узнать свой истинный тип голоса. Нажмите, чтобы загрузить сейчас. Это совершенно бесплатно. Qoy gəlsin dəqiq indi gələsidir. Gəlsin ondan dəqiq öyrənim sizə cavab verir. Aha Səbinə müəllimə, mama hələ gəlməyib. Aha Səbinə müəllimə. Desəm olar. İndi gələcəkdir. Gəlsin ondan dəqiq öyrənim Səbinə müəllimə, narahat olmayın. Gələn kimi soruşub sizə cavab verəcəm Səbinə müəllimə, narahat olmayın. Sağ olun. Axşamınız xeyir, bənim uşaqlar, sağ olun, yaxşı olasın. Mən də yaxşıyam. Siz nə tərsiz? Onda sabah gəlməsin, 4-cü, 5-ci günə salaram. Sabah məktəbə getsin. Onda bu 4-5-dən elə eləyərik ki, birində də məktəbə gedər də, eləmi? Düz başa düşdüm. Yaxşı, indi o 2 gündə elə eləyərəm ki, birində tez çağıraram, gələr, orada da dərsə gedər, birində də gün. Onda bu 4-5-dən elə eləyərik ki, birində də məktəbə gedər də, eləmi? Düz başa düşdüm. Yaxşı, indi o 2 gündə elə eləyərəm ki, birində tez çağıraram, gələr, orada da dərsə gedər, birində də gün saatlar. O qadınam, Səbinə yaxşıyam, Allah köməyin olsun. Yaxşı qadınam, elə demişdim, düz başa düşübsən. Sabah məktəbə aparım, 4-cü, 5-ci gündə 2 gündən birini elə sal ki, mən oradan sənin yanından gətirim, məktəbə aparım, otursun bir 3 saat. Qadasına sağ ol. Oğlunun üzündən öpay, Səbinə qadasına.
Axşamınız xeyir, sağ olun Səbinə müəllimə. Siz nətərsiz? Yaxşı olun, təki şükür biz də yaxşıyıq. Hə, inşallah Səbinə müəllimə. Baxdım mesajınıza. Kız kardeş ya. En iyi çocuklara çok iyi